Dostlar salam. 15 Mart 2026-cı il tarixi buraxılış imtahanları yekunlaşmaq üzrədir. Azərbaycan dili fənnindən hansı suallardan istifadə edirdi? İzahına bir yerdə baxacağıq. İlk olaraq düzgün cavabları bilmək istəyirsinizsə, videonun sonuna qədər izləməyi unutmursuz. Videonun daha çox insanın qarşısına çıxması üçün kanalıma abunə olun, bu videonu bəyənin, şərh yazın və paylaşın. Vaxt itirmədən keçid alaq suallarımızın izahına. Birinci suala baxacağıq. Bizdən nümunə verir və doğru yanlış fikirlər istəyir. Fələk ömrümüzə saldı ayrılıq. Getdin gözəl, çox gözlədim, gəlmədin. Feillər eyni zamanda işlənmişdir və eyni şəkildədir. Baxaq. Saldı keçmiş zamandadır, getdin keçmiş zamandadır, gözlədim, gəlmədin. Hər biri eyni zamandadır və eyni şəkildə doğrudur. Biri 1 olacaq. 3-ə baxsaq, müraciət bildirən söz isimləşmə diksiyası ilə ifadə olunmuşdur. Baxırıq, gözəl, bəli. Burada gözəl qız, yanında qız ifadəsi işləmədiyinə görə və yaxud da ki, xanım ifadəsi işləmədiyinə görə bunu da doğru götürəcəyik. Digərinə baxırıq. Yanlış olan fikrimizcə quruluşla düzəltmə olan feil əmr şəklindədir. Ümumiyyətlə, burada əmr şəklində olan feilimiz yoxdur. Ona görə düzgün cavabımız olacaq E variantı. 32-ci suala nəzər yetiririk. Durğu işarələrindən istifadə olunmuşdur və baxırıq ki, əlavələr, həmcins sözlər, üzr istəyirəm və bir sözlə sözlə istifadə olunarsa, özündən qabaq tire, sonra vergül işarəsindən istifadə edilir. Yəni, ordu, vergül, qaçqınlar, vergül, əsirlər, tire, bir sözlə vergül, hər kəs bir-birinə dəyib. Yəni, vergül, tire və vergül işarəsindən istifadə olunur. Düzgün cavabımız olacaq C variantı. 33-cü suala nəzər yetirək. Xəbər izbar növdə olsun. Baxırıq 33-cü sualımızda. Həmişə həvəslə yazdırırlar. Doğrudur. Hərəkətin subyektiv obyekti isə yoxdur. Biri 1 olacaq. Digəri isə 4-ə baxsaq. Səhərə kimi kəndə daşımalıdırlar. Dır var burada və subyekt və obyekt yoxdur. Düzgün cavabımız olur C variantı. 34-cü sualımızda cümlələrdən birinin xəbəri məsdər tərkibi ilə ifadə olunmuşdur. Düzgün cavab üzərindən gedək. B variantı Aləmşah bəyimin yeganə çıxış yolu uşaqlarını buradan uzaqlaşdırmaq idi. Nə idi? Uşaqlarını buradan uzaqlaşdırmaq idi. Düzgün cavabımız olur B variantı. 35-ci sual 10 qrammatika sualının ən asan sualıdır. Təbii ki, frazeoloji birləşmə özündən çıxmaq olacaq. 35-də E variantı. 36-cı sualımıza baxırıq. Hansı cümlədə altından xəstələnən söz həm xitabdır, həm də mübtədadır. B variantına baxsaq, Aqil, Səfər və Kərim səni axtarırdılar. Burada nə edirdilər? Axtarırdılar. Kim? Aqil. Mübtəda ola bilər və ya Aqilə müraciət edirlər ki, Aqil, Səfər və Kərim səni axtarırdılar. Düzgün cavabımız olur 36-cı sualda B variantı. 37-ci sual verilən nümunələr əsasında cədvəldə olan uyğun fikirləri tapırıq. Nümunənin hər ikisinə aid olsun və yalnız birinə aid olsun. Bir yanlış fikir olacaq, çünki burada kökü anonim olan və saydan yaranan söz yoxdur. Cavabımız olur 2, 3, 4 və 5 olacaq. 38-ci suala nəzər yetiririk. 38-ci sualda yazılışı ilə deyilişi fərqlənməsin. Bu 1-ə aiddir. Sənət özündən sonra samitdən başlayan söz gəldiyinə görə heç bir dəyişiklik başı verməyəcək. Deməli, 1-ə uyğun gələcək, 1 uyğun gəlir. 2-yə isə səs və hərflərin sayı bərabər deyil, şəxsiyyətlərdən sözündəndir ki, yanın biri düşəcək. 2-yə isə 5-dir. Düzgün cavabımız 38-ci sualda D variantı olacaq. 39-cu sual gedib xaricdə təhsilini artırar. Bura nə artırsaq, cümlə mürəkkəb olar. Yəni, gedib təhsilini xaricdə artırar. Nə edir? Artırar. Kim? O. Atası arzusuna çatar. Biri 2 olacaq. Biliyi xalqına gərəkli olar. Bir də 4 olacaq. Düzgün cavabımız A variantı olur. Və 40-cı suala baxırıq. Dünənki yarışın qalibi Səlim nəsə söyləyərək otaqdan çıxdı. Düzgün fikirlər istəyir bizdən. Feili birləşmə işləndiyini əminliklə söyləmək olmaz. Olar əslində, çünki feil bağlama tərkibi işlənmişdir. Biri çıxırıq cümlədən. Tüm qara hərflərin verilmiş söz sintaktik halda yalnız əsas tərəfdir. Mübtədadır, bəli, ona görə yalnız əsas tərəf kimi çıxış edəcək. Biri 2. 3. Çıxışlı hal şəkilçili söz tabiilik əlaqəsində asılı tərəfdir. Baxırıq, otaqdan çıxdı. Bu zaman asıl tərəf olur. Bəli, hal şəkilçili söz asıl tərəf olur. 2, 3 və 4-ə baxırıq. Haqqında danışılan cümlədən çıxardırıq. Səlim sözünü. Bu zaman dünənki yarışın qalibi sözü əsas tərəf olar. Yəni 40-cı sual B variantı.